Bismillahirrahmanirrahim. Bugün Zilhicce ayının 20'si İmamət səmasının 7-ci ulduzu olan İmam Musa Kazım Aleyhisselamın mövlüd günüdür. Bu münasibətlə bütün Əhl-i Beyt aşirlərini təbrik edirik. İmam Musa Kazım Aleyhisselam hicrətin 128-ci ilində Mədinə şəhərində dünyaya gəlib. Atası İmam Sadiq Aleyhisselamdır, anası Həmidə adlı çox təqvalı bir xanım olur. İmam Musa Kazım Aleyhisselamı çox səbirli və bağışlayan olduğuna görə, qəzəbinin udan olduğuna görə ona Kazım ləqəbini veriblər. Yazırlar ki, imamın bir xidmətçisi var idi, onun əlini yumaq üçün dəmir qabda əl suyu gətirdi ki, əlini yusun. Sərlənkarlıqdan əlindən o dəmir düşdü, dəydi imamın başına. Xidmətçi imamı qəzəbləndirməmək üçün dərhal Ali İmran surəsinin 134-cü ayəsini tilavət elədi. Vəl-Kaziminəl-Qayz, bu kəlməni dedi, ayənin başlanğıcını. İmam buyurdu ki, mən öz qəzəbimi uddum. Yəni müttəqilər o şəxslərdir ki, qəzəbini udarlar. Bura qədər oxudu. İmam buyurdu ki, mən qəzəbimi uddum. Xidmətçi davam elədi ayəyə. Vəl-Afinə ənin-nas. Və müttəqilər o şəxslərdir ki, insanları əfv eləyənlər. İmam buyurdu, mən səni əfv elədim. Və ayənin davamında buyurur, Vallahu yuhibbul muhsinin. Və Allah yaxşılıq eləyənləri sevər. İmam buyurdu, mən səni azad elədim. Yəni bu ayənin canlı təcəssümü idi İmam Musa Kazım Aleyhisselam. Ömrünün çox hissəsini Harun Rəşidin əmri ilə zindanda keçirtdi. İraqın zindanlarında, Bəsrə şəhərində, Bağdad şəhərində, cürbəcür şəhərlərdə və zindanlarda İmam 11 ilini zindanda keçirdib. Yəni onun zindanları da tez-tez dəyişilərdi. Səbəbi nə idi? O zindanbanlara tapşırılmışdı ki, imama əziyyət versinlər, zülm versinlər. Amma onlar onun əxlaqını görürdülər, onlar onun ibadətini görürdülər zindanda. Ağa zindana düşəndə dedi ki, mən xəlvət bir yer tapmışam ki, Allaha burada ibadət edeyim. Onun ibadətini, onun əxlaqını görəndən sonra o zindanbanlar həya edirdilər ona əziyyət verməyə. Ona görə onun zindanları tez-tez dəyişilərdi. Və sonda elə zindanda da Harun Rəşid onu şəhid elədi. Səbəbi bu idi ki, Allahın onlara verdiyi məqamı bunların gözü götürmürdü. Cəmiyyətdəki nüfuzu artırdı, bunu gözü götürmürdü. Bu həsəd və paxıllıq səbəbindən imamı şəhid elədilər. Ən gözəl qadını göndərdilər zindana ki, imamı azdırsın. Amma biraz sonra gördülər ki, o qadın da imamın arxasında namaz qılır. İmam Musa Kazım Aleyhisselamın bir hədisini də sizin xidmətinizə çatdırayım. İmam Musa Kazım Aleyhisselam buyurur ki, insan gününü 4 hissəyə bölməlidir. Yəni 24 saatımız var, biz 4 dənə 6 saata bölməliyik. Bir hissəsini ibadətə sərf eləməlidir, Allaha sərf eləməlidir 6 saatını. 6 saatını öz ailə, uşaqları ilə istirahətə sərf eləməlidir. 3-cü hissəsini ruzi qazanmağa sərf eləməlidir. 4-cü hissəni də onu Allaha yaxınlaşdıran dostlarla keçirtməlidir. Allah ağanın bu dünyada ziyarətini, axirətdə şəfaətini bizlərə nəsib eləsin. Bu hədisə əməl eləməkdə bizləri müvəffəq eləsin. Amin.